Amma mən indi gəlirəm icazənizlə keçəm Dədə Qorqudun haqqında bir miqdar. Buyurun ben. İzafə məlumat verəm. Bəzi o bildiyim haqda mən demək olar bir il yarım olar bu Dədə Qorqud haqqında çalışıram. Bir təhqiqat əncam verirəm. Bir 100 səfəyə yazılacaq amadə olubdur. Buna gəl biraz izafətər çalışsaq bunu kitab şəklində ya əgər olmasa 2 dənə, 3 dənə məqaləyə təbdil ola bilər ki, bunu təqdim eləyək. Özünüz də işarə elədiniz ki, Dədə Qorqud bir dənə həmasi əsərdir. Yəni o dəstanların çoxu cəmbəyi həmasisi vardır. Yəni dünyada bunun üstə hesab gedir. Eğitim, bilim, kültür təşkilatı UNESCO ki, dünyada məşhurdur. 2000 miladini Dədə Qorqud adına qoydu. Cəşni tutdular. Məxsusən Azərbaycanda başında çox yuxarı cəşnlər tutuldu. Türkiyədə, Türk dünyasında cəşni tutdular bu kitabı. Bunun o bir dənə müqəddəmə başlanış ki vardı. Ondan sonra 12 boydu. O nüsxə ki deyirsən və dedik Vatikanda da dəstanlar azdır. Amma o ki cədi çıxıb 13 dəstandır. Ki bu 13 dəstanı mən xidmətçi deyim. Biri Dəli Dümrül dəstanıdır. Ki mən çox xoşum gəlib burada fürsət olsa mən Dəli Dümrül dəstanını özüm nəzmə çəkmişəm. Bəhri Rəməldə 118 beytidə nəzmə çəkmişəm ki, bir neçə beytini burada axır ərazimdə xidmətinizə oxuyacağam. Cənab-ı qadınlardan söz açdınız. Şahnamə ilə Dədə Qorqudu ya İlyad Odisəni gətirək qadınları görək nə mənə bunlar ərziş qarı olublar, nə dəyər veriblər. Hala biri də deyirlər Firdusi xirətgərə idi, həkim idi. Xirət mordunda çoxlu şeiri var. Bəli, mən mümkün deyiləm. Xirət sahəsində çoxlu şeir deyibdi. Amma indi bu şeirləri 4 beyt oxuyun biləzi izafə yox. Siz baxın görün bunları nə cür təfsir və təbyin eləmək olar. Qadına nə cür bunu sən eləyə bilərsən? Deyəsən, xanım, Firdusi bu şeirləri sizin haqqınızda deyibdi. Deyəndə deyirlər, vələ bu Sudabəni nəzərdə alıb deyibdi. Mənicəni nəzərdə alıb deyibdi. Hər kəsi deyibdi. Və hərsə Şahnamədə bu beytlər yazılıbdır. Zən o əcdaha hərdu dər xak bey. Cəhan pak əzin hərdu napak bey. Gətirir, arvadla əcdahanı tutuşturur. Bir nəzərdə alıb deyir, ikisi də dəfnola yatsıdır. Bu qədir ərəblər ki, demək olar diri-diri qızları quyuluyurdular. Bu ondan da pisdir bu nəzər. Zən o əcdaha hərdu dər xak bey. Cəhan pak əzin hərdu napak bey. Hələ napak da tələq edir. Ya deyir, kira در پس پرده دختر بود. اگر تاج دارد بداختر بود. شاه da olsa deyir bu بداخترdir. Kira دختر آید به جای پسر. به از گور داماد ناید بدər. Hər kəsin oğlan yerini Allah qız versə biləsinə, qəbri gözlüyü biləsin. Ona damad, behtərin damad qəbridir qoyasan, qəbrə biləsin. زنان را ستایی سگان را ستای یکی سگ به از 100 زن پارسای. Bu nə cür təhlil eləyək? Nə deyək biz? Mən çox şahnamə tədris eləmişəm. Amma məndən klasda məktəb ərşəddə məqsədən sual eləyədim, mən açıqlardım. Deyərdim, Bəhərüsət Firdusinin baxışı tüylərə, ərəblərə, qadınlara biz bu cür görürük. Türk stilizi də var, ərəb stilizi də var, qadın stilizi də var. Çox yerdə fərhəngi-hay müxtəliflə bunun mücadilə eləyibdi, rədd eləyib, təxrib eləyibdi. Amma o xirət məsalində də deyibdi, zovq-ı şairisi yuxarı idi. Və hər sürət səbk-i Xorasanədə özü sahibi səbk idi. Faslarda biləsin, laf üstün şair bilirlər. Amma müqayisəyə tutuşturmaya gələndə mən bir nəfər ki, həm Dədə Qorqudu oxumuşam, həm Şahnaməni oxumuşam, həm İlyad və Odisəni oxumuşam ayrı-ayrı. Bəli, həm Mahabharatıya baxmışam, həm tüylərin bir dənə həmasəsi var, Qırğızlərinkidir. Ey kaş bunu biz yaya bilər. O Dədə Qorquddan da dalı deyil. Həmasi Manas. Dünyada demək olar ki, 550.000 misradır. 500 özə bir nəfər yazmayıb, Bemurur yazılıbdır. 6 bərabər həzm-i Şahnamə onun həzmidir. 6 bərabər. Hala Şahnamənin bəzi nüsxələri
51 min beyt, 49 min beyt, 60 min beytəcək ilhaqı var doldurublar Şahnamənin içinə. Amma bu 550 min misradır. 5-6 bərabəri Şahnamə olur, hələ bəlkə də izafə olar. Neçə bərabəri İlyad və Odisədir, neçə bərabəri Mahabharatadır. Biz bunları tutuşturanda mən bir dənə demirəm heç Dəli Dümrül dəstanında. Gəlsinlər Dəli Dümrülün həyat yoldaşının nəqşini tamam Firdusi yazdığı qadınların haqqında bunu müqayisə eləsinlər.